Hacıqabul rayonunda yeni fəaliyyətə başlayan ət kəsim məntəqəsi artıq bir neçə həftədir ki, vətəndaşların xidmətindədir. Məntəqənin əsas məqsədi əhalinin sağlam, təmiz və xəstəliksiz heyvan ətindən hazırlanan qidalarla təmin etməkdir. Şirvan və Hacıqabul bölgəsindən gətirilən heyvanların burada tam İslami qaydalara uyğun şəkildə peşəkar qəssablar tərəfindən kəsilərək sifarişçilərə təqdim olunur. Məntəqə bütün müasir kəsim standartlarına cavab verir. Kəsim prosesi zamanı və sonradan baytar laboratoriyasında baytar həkim tərəfindən müayinə olunur və sağlamlıq göstəriciləri yoxlanılır. Kəsim başa çatdıqdan sonra ərazi müasir texnologiyalar vasitəsilə dezinfeksiya edilir və növbəti proses üçün gigiyenik şərait yaradılır. Ətraflı məlumat üçün video süjeti izləyək. Əziz izləyicilər, artıq bir neçə həftədir ki, Hacıqabul rayonunda Hacıqabul Şirvan regional ət kəsim məntəqəsi fəaliyyətə başlayıb və gəlmişik məntəqəyə yaradılmış şəraitlə tanış olaq və daha ətraflı isə müəssisənin rəhbəri İqbal müəllimdən maraqlanaq. Salam İqbal müəllim, hər vaxtınız xeyir olsun. Baxın, müəssisə barədə nə deyə bilərsiniz? Hacıqabul Şirvan regional ət kəsim məntəqəsinin regionumuzda fəaliyyətə başlanması ilk növbədə sanitar qaydalara ciddi riayət olunmanın, xidmətin daha da keyfiyyətli həyata keçirilməsi və müəyyən işlərin daha da operativ şəkildə həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Gördüyümüz kimi bizim müəssisəmiz bütün standartlara cavab verir. Hər şey göz qabağındadır, yəni başqa şərhə ehtiyac yoxdur. Bu məsuliyyətli işdə hər birimizə uğurlar arzu edirəm. Hacıqabul Şirvan cəmaatı hər şeyin ən təmizine, ən halalına layiqdir. Biz də məhz bu halallığı qorumaq üçün buradayıq. Soyuducu kameramız, minusavoy var, burada plusavoy da var. Kamera var da yəni. Yəni burada ətlər şoklanır. Bəli. Və görürsünüz, tam gigiyenik qaydalara uyğun. Mən Ağayev Cavid Sərdaroğlu, Şirvan Hacıqabul regional ət kəsim məntəqəsinin baytar həkimi vəzifəsində çalışıram. Heyvan kəsildikdən sonra isə məsələn bir neçə müayinələr var ki, onlar aparılır. Heyvanın bir hissələrindən məsələn analiz götürülüb, həmin analizlərdən müayinələr aparılır və onun sağlam olduğu və yaxud da hər hansı problem daşıdığı tərəfimizdən müəyyən edildiyi halda o kəsimə, yəni yararsız satışa və yaxud da istifadəyə yararsız sayılır. Yox, heç bir problem olmadığı halda tam sağlam olaraq kəsimə və istifadəyə yararlı olaraq tərəfimizdən, yəni onlar möhürlənir, aktlaşdırılır, sənədli şəkildə bizim tərəfimizdən verilir. Hər hansı bir xəstəlik yerində məsələn araşdırılır, hər hansı bir xəstəlik müəyyən olunduğu halda Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilir. Bizim qəssablarımızın ən azından birinin 30 il iş təcrübəsi var, birinin 7-8 il iş təcrübəsi var. İş təcrübələri çoxdur və tam yenə də bayaq qeyd etdiyim kimi sanitar gigiyena şərtlərini qorumaq şərti ilə həm də dini baxımdan Bismillah deyilərək kəsilir, üzü qibləyə qoyulur. Yəni bunlar bizdə burada vacib şərtdir. Onlara tam öz tərəfimizdən nəzarət edilir.